Valla mən hərdən bəzi cavanların ömrünə baxıram. Gör, düşüblər haya, küyə, belə başa düşürsən, bir danışıqları dəyişilib. Bənzədirlər özlərini kimlərəsən. Yəni, məsələn, bir başqa cür aparırlar özlərini, başa düşdün. Bu cür nə yaşamaq olmaz. Bu cavanlığın bir məstliyi var, özünüzü qoruyun. İndidən qorumasınız özünüzü, qiyamətdə cavab verə bilməyəcək. Necə yaşayacaqsa qiyamət günü elə ayılacaq. Quranda bir ayə var, Peyğəmbərə deyir, ya Rasulallah, deyir, sukara, onları məst görərsən qiyamət günü. Və mahum büsukara və lakin əzabəllah şədid. Qiyamət günü bəzi adamları deyir, görərsən, məst, yıxıla gezir. Deyirlər, məst deyilləri Allahın əzabı olaraq bu günə qoyur. O əzab da hardan gəldi? Etdiyi öz günahlar. Cavan ki, o cavanlığın günahların içinə girib məst olub, baxırsan adamın ürəyi ağrır. Valla bu cavanlara özümü tuturam. Cavanlar, özünüzü qoruyun. Həyif eləməyin ömrünüzü. Qoşulmayın o insanlara ki, olan həyatının mənası yoxdur bəzi vaxtlar. Baxırsan, o hara qeyb yetişdik, sən də qeyb onu qoşulsan, qeyb bir yana yetişirsən. İmanla, elmlə, bəşəriyyətə xidmət eləməklə bir yerə yetişə bilərsiniz. Bunlar olmadığı təqdirdə bir yana yetişməzsiniz ki, Allah sizi qorusun, cavanlar.